Bugün studiyamızın qonağı Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhməd Rəhmanovdur. Xoş gəlmişsiniz Nəhməd müəllim studiyamıza. Xoş gördük. Bəli, elə hazırda müşahidə olunur. Həqiqətən də ölkədə tənəffüs sistemi xəstəlikləri çox rast gəlinən xəstəliklərdəndir. Sizcə buna səbəb nədir? Ümumiyyətlə, tənəffüs sistemi xəstəlikləri orqanizmin oksigen mübadiləsini təmin edən çox mürəkkəb və çox önəmli bir sistemdir. Yuxarı və aşağı tənəffüs yollarından ibarət olmaqla iki hissəyə bölünür. Aşağı tənəffüs yolları bronxopulmonar sistem adlanır və xüsusən də bu xəstəliklərin əsas səbəbi, törədilməsinin əsas səbəbi hər hansı bir etioloji səbəbdən baş vermiş pozuntular, buna patologiyalar deyilir. Bu xəstəliklərin inkişafına səbəb ola bilir. Bu etioloji səbəb iki mənşəli ola bilər, infeksion mənşəli ola bilər. Hər infeksion mənşəli səbəbdirsə, burada törədicilər, mikobakteriyalar ola bilər ki, bu zaman vərəm inkişaf edir, virus mənşəli ola bilər və bakterial mənşəli ola bilər. Və bəzən isə fəsadlaşma nəticəsində göbələk mənşəli patologiyalara da rast gəlinir. Və bütün bunlar hamısı da sözsüz ki, bu mövsümi xəstəliklərin ağırlaşmaları fonunda müşahidə oluna bilər və yaxud da orqanizmin immun sisteminin zəifləməsi səbəbindən bu tənəffüs sistemi orqanlarında müəyyən patologiyanın yaranmasına səbəb ola bilir. Bundan əlavə isə qeyri-infeksion bronxopulmonar xəstəliklərin isə daxildir qeyri-infeksion xəstəliklər qrupuna, hansı ki, bu xəstəliklər qrupuna aiddir qan dövran sistemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri və o cümlədən onkoloji xəstəliklər. Qeyd edeyim ki, ümumiyyətlə, qarşısı alına bilən ölümlərin 90%-ə qədəri bu dörd qrup xəstəliyin hesabına düşür, 4 xəstəliyin. Burada da tənəffüs sistemi xəstəliklərinin çəkisi təxminən 15% təşkil edir. Elə tək bizim ölkədə yox, Dünya Səhiyyə Təşkilatında xəstəliklərin inkişaf dinamikası barədə proqnozunda qeyd olunur ki, digər xəstəliklərdə azalma dinamikası proqnozlaşdırılsa da tənəffüs sistemi xəstəliklərinin proqnozu pessimumdur. Yəni, artım 2030-cu ilə qədər proqnozda artım müşahidə olunması. Niyə görə? Çünki bunun etioloji faktoru, qeyri-infeksion xəstəliklərinin etioloji faktoru qeyri-düzgün qidalanma, qeyri-düzgün yaşayış tərzi, tütündən istifadə, ekoloji problemlər və digər məsələlərdir. Məsələn, bir faktı deyim, ölkədəki tədqiqat nəticələrinə əsasən, ölkə əhalisinin təxminən 6,4% məqsədyönlü fiziki məşğələlərlə məşğuldur, yəni idmanla məşğuldur. Bu çox aşağı səviyyədir. Və yaxud da belə deyək, ölkəmiz meyvə tərəvəzlə ən çox bol olan bir ölkələrdəndir. Amma buna baxmayaraq, cəmi ölkə əhalisinin tədqiqat nəticələri bunlar sözsüz ki, 40%-ə qədəri meyvə tərəvəzdən istifadə edir və 85%-ə qədəri ümumiyyətlə gündəlik normanı qəbul eləmir meyvə tərəvəzləri. Bunda obyektiv və subyektiv səbəblər. Qeyri-infeksion xəstəliklərin etioloji faktorlarla danışırıq. Məsələn, təsərrüfatların təxminən 54%-i doymamış yağlardan istifadə edir. Və yaxud da kişi əhalisinin 50%-ə qədəri tütündən istifadə edir və 24%-i təxminən istifadə edir içkilərdən. Spirtli içkilər qəbul edir, yəni alkoqol istifadəçisidir. Yəni, bütün bunların hamısı ümumi fonda artıq çəki, qeyri-düzgün qidalanma, qeyri-düzgün yaşayış tərzi, bütün bunlar hamısı orqanizmin immun sisteminə təsir. Sözsüz ki, burada ekoloji faktorların da rolu danılmazdır. İqlim dəyişmələri, iqlimin sonra bundan əlavə onun bəzi hallarda onun işlədiyi iş şəraiti və s. Və bütün bunların hamısı sözsüz ki, tənəffüs sistemi xəstəliklərinin hansı yaş qruplarında daha çox rast gəlinir? İnfeksion xəstəliklərdə yaş qrupları dəqiq ola bilməz. Bir il başqa, digər il başqa göstərici ola bilər. Amma qeyri-infeksion xəstəliklər əsasən orta yaş qruplarında daha çox rast gəlinir. Bu da yuxarıda qeyd etdiyimiz səbəblərlə əlaqədar ola bilər. Bir də ki, Ağciyər Xəstəlikləri Mərkəzində son dövrlər hansı yeni tibbi xidmətlər var və diaqnostika sayəsində doğrudur. Biz bilirik ki, əgər xəstəlik daha çox inkişaf edirsə, odur ki, yeni metodlar da lazımdır. Məhz diaqnostika, diaqnozun doğru qoyulması üçün hansı yeni metodologiya var? Çox sağ olun. Deməli, 2024-cü il 9 iyulda Təbibi Müşahidə Şurasının qərarı ilə Ağciyər Xəstəlikləri Mərkəzi yaradıldı və təbib tabeliyində olan
bütün vərəm əleyhi müəssisələr, yəni dispanserlər, xüsusiləşmiş xəstəxanalar, fizioterapik kabinetlər ağciyər xəstəlikləri mərkəzinin strukturuna verildi. Və struktura veriləndən sonra ağciyər xəstəlikləri mərkəzinin yeni strukturu formalaşdırıldı və yanvar ayının 13-dən, elə bugün bir ili tamam olur, yanvar ayının 13-dən ağciyər xəstəlikləri mərkəzi fəaliyyətə başladı və bunun strukturunda artıq 8 regional xəstəxana və 4 regional ixtisaslaşdırılmış ambulator poliklinik xidmət göstərən müəssisələr və o cümlədən 5 ixtisaslaşdırılmış tənəffüs sistemi xəstəlikləri ixtisaslaşdırılmış tibb müəssisələri fəaliyyətə başladı. Bu müəssisələrin regionallaşdırılması həm əhalinin əlçatanlığını, həm ixtisaslaşmış tibbi xidmətin daha keyfiyyətli göstərilməsini təmin olunması, vərəm əleyhi müəssisələrin infrastrukturundan daha səmərəli istifadə olunması, o cümlədən bunun koordinasiyası, müəssisələr arasında koordinasiyanın daha da yaxşılaşdırılması və digər məqsədlər daşıyırdı. Və hal-hazırda 8 regionumuzda regional xəstəxanalarımız fəaliyyət göstərir və bunlardan belə deyək də 3-ü tamamilə ixtisaslaşmış pulmoloji xəstəxanadır. Ümumiyyətlə, tənəffüs sistemi xəstəliklərinin diaqnostikasında əsas diaqnostik vasitələr instrumental və laborator diaqnostik vasitələrdir. Instrumental diaqnostik vasitələrdən ən birincisi rəqəmsal rentgen müşahidəsidir ki, müayinəsidir ki, və bu da tənəffüs yollarının görüntülü təsvirini almaqla oradakı patologiyaların aşkar olunması və eyni zamanda müalicənin dinamikasının izlənməsi üçündür. İkinci spirometriya metodu verilən tənəffüsün həcmini və sürətinin ölçülməsi ilə xarici tənəffüs funksiyalarının müəyyən olunmasıdır. Bronxoskopiya vasitəsilə endoskopik müayinələrdir. Tənəffüs sistemi orqanlarının, bronxların, xüsusən nəfəs yollarının görüntülü müayinəsi və bundan əlavə laborator diaqnostik metodlar da var. Bir də kompüter tomoqraf müayinələri isə o da ehtiyac olan hallarda müayinələrə cəlb olunur. O da daha detallı tənəffüs sistemi xəstəliklərinin müayinəsinə imkan verən bir müayinə metodudur. Siz sadaladığınız həmin bu müəssisələr, ümumiyyətlə bu yeni yaranmış müəssisələrlə bağlı əhalinin kifayət qədər məlumatı varmı? Yəni, tutaq ki, bu cür problemi yaranan insanlar, tutaq ki, regionlarda və yaxud da iri şəhərlərdə bu mərkəzin strukturunda olan müəssisələrə necə müraciət edə bilərlər? Ümumiyyətlə, insanların ilk müraciət edəcəyi birinci yer sözsüz ki, ilki səhiyyə xidməti müəssisələri və ən yaxında olan tibb müəssisələridir və bütün bunlarda tam əksəriyyəti təbib tabeli müəssisələr olduğundan təbib tabeli müəssisələrdə birinci növbədə yönləndirilir, ehtiyac olan hallarda ixtisaslı tibbi yardım üçün yönləndirilir ağciyər xəstəlikləri mərkəzinin regional xəstəxanalarına və o cümlədən də maarifləndirici təbibin ictimaiyyətlə əlaqələr şöbəsi də o cümlədən bu müəssisənin tanıtdırılması üçün əhali arasında müəyyən təbliğat işləri aparılır. Və artıq əhali demək olar ki, tam məlumatlıdır və müraciətlər də kifayət qədərdir və reyestr xidməti də kifayət qədər artır. Hər birimizi başqa bir məsələ də maraqlandırır. Biz özümüz profilaktik olaraq hansı tədbirlər görə bilərik? Əgər xəstəlik bu dərəcədə geniş yayılıbsa və Ümumdünya Səhiyyə Təşkilatı deyirsə, yüksələn xəttlə inkişaf edir, o zaman təhlükə bəlkə də hər birimizin yanındadır. Profilaktik olaraq nə edə bilərik? Əslində, biraz əvvəl danışdıqlarımızın özünü hansı ki, o törədilmə səbəbləri var. Birinci, xəstəliyin baş verməsi üçün bunun törədilmə səbəbləri aradan qaldırılmalıdır. Məsələn, birinci, immun sistemi normalda saxlamaq lazımdır. Bu da dediyim kimi düzgün həyat tərzi, düzgün qidalanma, sağlam qidalanma və digər o zərərli adətlərdən uzaq olmaq. Yoxlanışa ehtiyac var. Bundan başqa, əgər belə bir xəstəlik insanda yaranırsa, onun ilkin əlamətləri olurmu? Özünü bildirirmi bu xəstəlik? Necə şübhələnmək? Ümumiyyətlə, hər bir tənəffüs sisteminin, xəstəliklərinin sözsüz ki, ilkin əlamətləri var. Əgər hər hansı bir mövsümi xəstəliyə, qripə, digər xəstəliklərə yoluxma baş veribsə, onun fəsadlaşmaması üçün o xəstəlik baş veribsə, onun rejiminə əməl olunmalıdır və əgər ağırlaşma hiss olunursa, vaxtında həkim müayinəsindən keçirilməlidir, ağırlaşmamış. Daha çox qızdırmayla mı özünü biruzə verir? Bilirsiniz, müxtəlif formaları var, atipik formaları var, müxtəlif virus ştampları var ki, hər birinin gedişi demək olar ki, eyni deyildir. Bəzi hallarda qızdırma ilə müşahidə olunur, bəzi hallarda qızdırma olmadan da bu orqanizm, bir də orqanizmin müqavimətinin də burada çox böyük rolu var, rol oynayır. Öskürək var, öskürəyin dişləri var. Öskürək uzun müddət keçmirsə, məsələn, yəni şübhələnməyə dəyər. Artıq öskürək uzun müddət keçmirsə, sözsüz ki, artıq bu demək olar ki, artıq bu qrip fəsadlaşmış formasıdır və sözsüz ki, müayinələrə cəlb olunmalıdır və bizim
mərkəzlərə və səhiyyə Necə müəssisələrinə. düşünürsünüz? Belə məqamlarda çox insanlar antibiotiklərə müraciət edirlər. Özü başına görürsünüz özləri aptekdən gedirlər, rahat şəkildə alırlar. Bu yerdə nə məsləhət görərsiniz? Yoxlanışdan sonra mı gedib antibiotik almaq lazımdır? Ümumiyyətlə, tənəffüs sistemi xəstəliklərin olmasın, digər xəstəliklər olsun. Öz başına müalicə bir qayda olaraq doğru sayılmır. Çünki bu əksinə ağırlaşmalara səbəb olur. Bir misal deyim, tutaq ki, virus mənşəli hər hansı bir, bayaq dediyimiz kimi xəstəlikdirsə, bakteriyalı hər hansı antibiotikləri qəbul edəndə artıq üçüncü bir amili, göbələk mənşəli amilini qoşmuş olursan və əksinə isə bunun etioloji səbəbi viral mənşəli olubdur. Yəni, ona görə də bir elementar bir misal dedim mən buna. Ona görə də həkim müayinəsi olmadan, həkim məsləhəti olmadan özbaşına müalicələr tövsiyə olunmur. Təşəkkür edirik ətraflı cavablar üçün. Çox sağ olun. Çox önəmli bir mövzunu əhatə etdiniz.